Esselamu Aleyküm və Rəhmətullah müəllim. Xoş gördük sizi. Qardaşların bir neçə sual var. Əgər müsaitsə sizə verək inşallah. Buyur. Deməli, bir insan cahildirsə, günahkardırsa, ibadət etmirsə, onu tərk etmək lazımdır, yoxsa dəvət edib münasibəti saxlamaq lazımdır? Yəni, dəvət edirsən, öz günahlarından, öz asilərindən çəkilmir bu adam. Birincisi, və aleykumussalam və rəhmətullah və bərəkatuhu. Cahil, yəni ibadət eləyir, yəni cahil ümumiyyətcə eləmir heç. Bəli. Tamamilə cahildir. Bəli. O, məsələ belədir ki, cahili ümumiyyətcə dəvətdə tərk eləmək olmaz. Yəni, o dəvət eləyəcəksən. Yəni, məqamı düşdü, dəvət eləyəcəksən. Sadəcə o cahillərdən, necə cahillərdən, yəni bilirsən ki, bunlar günah içindədir və oturursan, indi düzdür, nə qədər şey də olsalar, günahkar olsalar, görürsən ki, insan məsələn görür ki, ibadət əhli və s. dilini qoyur, neyinir. O elə cahillər var ki, hətta belə görürsən, yəni o qədər yəni artıq onun qəlbi sərtləşib ki, qoruya bilmir özünü. Belə cahillərdən yəni belə necə olmalıdır? Yalnız dəvət elədiyin, qəbul eləmədi yenə də. Onlardan yəni necə spora girmək olmaz müqayisəyə, münaqişəyə. Heç vaxt, ümumiyyətcə. Eləyirsən və Allah da eləyirsən. Və mütləq mühümdür ki, qardaşlar, bunu bilin ki, hidayət verən Allah subhanahu teala'dır. Yəni, sən əgər bir şəxsi dəvət eləmək istəyirsənsə, mütləq onun üçün dua eləyəcəksən. Duracaqsan gecənin 1/3 hissəsində, son və yaxud da ki, cümə günü və yaxud da ki, azan iqamə arası səzdələrdə onun üçün dua eləyəcəksən. Özünə bir dənə sual ver, gör. Sən o dəvət edin insan üçün bunları eləyirdinmi və yaxud eləmirdin? Və bu mühüm məsələdir. Çünki biz hidayət verən deyilik. Biz sadəcə necə insana yol göstərsin. Bax, qardaş, budur. Və bizim dinimizdə də məcburiyyət yoxdur. Allah Rasul olsa heç kim məcbur eləmədi, düzdürmü? Seçim verdi. Hətta döyüş elan olunanlardan beri seçim verdi. Dininizdə qalacaqsınız, düzdürmü? Nalog verəcəksiniz, və s. Yəni, məcburiyyət yoxdur dində. O ki, qaldı, bu cahildən müsəlmandır, bəli, bazardan qədər dəvət eləyəcəksən, buraxmayacaqsan. Amma görün da gedir, neyəcəksən, onunla gedə istəyirsən ki, Allah qorusun. Bəli, buyur. Deməli, Allah sizdən razı olsun. Amin cümləmizdən. Biri yaxınlaşıb salam vermədən əvvəl hal-əhval tutur. Ona salam vermək lazımdır, yoxsa onun kimi söhbəti davam etmək lazımdır? Əslində, belədir ki, salam verməyən insanla danışılmaz. Amma insan əgər cahilə düzbatından eləyirsə, sən ona verəcəksən, heç nə olmaz, ver və Allahın izni ilə yanı və onu örgət. Və sonra artıq danışandan sonra örgət ki, deyirəm, bizim dinimiz bunu örgədibdir. Necə ki, bir hədisdə gəldi və sən bu hədisi də elə ona çatdırırsan, Allah Rasulü s.ə.v bir hədisi çatdırmış olarsan. Düzdürmü? Və başa sal, onu qəbul eləməyə artıq da bu Allahdandır. Sən amma çatdırdın, necə belə olmalıdır. Gəldin, salam verirsən, müsəlmanın belə olmalı. Çünki insanların ən xeyirlisi kimdir? Birinci salam başlayan. Sən onu belə gözəl şəkildə başa salırsan. Ki, belə elə. Amma o cahil də sən onunla danışmayan, susarsan, bu bilirsən, gətirib yəni yaxşı şeylərə çıxartmayacaq. Allah daha doğrusunu bilir. Allah elinizə bərəkət versin. Bayaq hədis zikr elədik dərsdə, müəllim, qeyd edədiniz ki, orada Allah subhanahu taala o 2 nəfər ki var, onlar üçündən çox müddətdə bir-birindən küslü qalıbsa, onları yəni istəmir də, yəni uzaqlaşdırmağın deyir mələyə. Deməli, bu küsən tərəfdən biri barışmaq istəyəndirsə, amma qarşı tərəf onu rədd edirsə, yəni barışmaq istəmir də, heç bir şəkildə onunla razılaşmır, barışmaq məsələsində. Onların o barışmaq istəyən tərəfə də aid edilirmi o məsələ? O hədisin hökmə düşürmü o məsələ? Allah daha doğrusunu bilir. Sözü ki, orada necə bir ağıl eşitdiniz hədisdə, yəni qeyd olunur ki, 3 günün artıq küslü qalarsa, artıq yəni onlar bağışlanmaz, hətta onlar bir-birinin arasını düzəldənə kimi. Deməli, qardaş, burada məsələ nətərdir? Əgər həqiqi mənada insan
Allah daha doğrusunu bilir. Əgər həqiqi mənada insan çalışır və bütün səbəblərdən yapışır ki, qardaşı ilə arasını düzəltməyə və əl çəkmir, inşallah ki, əgər düzgün səbəblərdən yapışır və dayanmırsa, inşallah ki, o tərəf ona aid olmayacaqdır. Amma dayanmaq şərti ilə. Nə qədər də ona şeytan vəsvəsə versə ki, o birisi təkəbbür eləyir, o birisindən belə filan bəhman, yenə dayanmasın. Allah üçün. Allah üçün eləsin, görəndə salam versin. Salamını almasa belə. Yenə də versin. Çünki biz diliklə, yenə də qeyd edirəm, yəni salamı birinci başlayanlar kimlərdir? İnsanların ən xeyirlisidir. Yəni, bu belədir. Yəni, sən bunu Allah üçün eləyirsən. Sən bunu əgər insan üçün eləsən, insanlar üçün eləsən, sənə biraz şəninə toxunar. Amma sən kimin üçün eləyirsən? Allah bu hansısa bir şəxs üçün eləmirsən. Sən bunu hər bir şeyin yaradanın üçün eləyirsən və hər bir şeydən xəbərdarı olan üçün eləyirsən. O sənin qəlbində olanı bilir. Vallahi əgər sən dua eləyirsənsə, bu dua mühümdür məsələdə ki, Allahım, sən mənim qardaşımla qəlbimi birləşdir. Onu islah elə. Məndə əgər varsa, məni islah elə. Və belə gəlsən yenə də üstünə düzəlmir, eləmirsə, ondan yenə nə də onadır, yenə davam elə Allahın izində və Allah'a təvəkkül. İnşallah sən onların olmarsın. Allah daha doğrusun bilir. Allah sizə bərəkət versin, Allah sizə qorusun. Qardaş soruşur ki, bir qismi qardaşlar var ki, onlara salam verilməsini umurlar. Yəni, ancaq səndən salam gözləyirlər. Üz-üzə gələndə, məsəl üçün, sən onlara yaxınlaşmırsan, onlar sənə yaxınlaşmırlar. Hətta gözləyirsən ki, sənə tərəfə gəlir, bəlkə gələ biliyorsan, istiqamətin dəyişir. Belə qardaşlara münasibəti necə eləmək lazımdır? Onlarla distansiya saxlamaq lazımdır o mövzularda ki, onlar islah olsunlar, yoxsa bu münasibətləri elə bu şəkildə də davam etdirmək lazımdır? Əgər o qardaşlar, yəni, necə qeyd elədiniz, yəni bizim qardaşlarımızsa, əlhəmdülillah, salamat qardaşlardır. Hansısa bir bidət əhli deyil, zahid əhli deyil, dövlətə qarşı çıxmağa çağırmayan birilər deyillərsə, o halda əlhəmdülillah, deməli, Allah subhanahu ta'ala səni onlardan daha xeyirli olmağını istəyir. Bu da sənin üçün böyük bir şərəfdir. Yəni, deməli, insanların ən xeyrisi kimdir? Salam başlayan. Və Allah subhanahu ta'ala istəyirsən onların daha xeyirli olasın. Bu da hər insana qismət olunmur. Bu da sənin üçün həm imtihandır, həm də onların xeyirli olmağına bir şansdır, belə deyək. Allah daha doğrusunu bilir. Allah sizə bərəkət versin. Qardaş soruşur ki, qardaş var ki, əqidəsi də, mənhəzi də salamatdır. Heç bir problemi yoxdur. Amma insanların içində gəlir, fəsad verir. Parçalanma istəyir, liderlik xəstəliyinə tutulub deyə bilərik. Belə mənfi xüsusiyyətlərə, xarakterlərə malikdir. Belə insanlara nə nəsiyyət edərdiniz? Bu mövzuda bizə nə nəsiyyət edərdiniz? Valla bu məsələ belədir ki, bir insan əgər həqiqi mənada, yəni o kimdən asılı olmayaraq, yəni özünü imtihana çəkməlidir insan. Özünün imtihana çəkməlidir ki, əgər həqiqi mənada onda bu xüsusiyyətlər varsa və görür ki, o şeylərə meyillənib ki, başçılığa, başına və yaxud adam yığmağa, yəni hizb yaratmağa, başına adam yığmağa, bu tövbə eləməlidir, Allaha dönməlidir. Bu yəni sələflik deyil. İnsan yəni ola bilsin bizə yəni sələfi kimi gəlsin, görünsün. Amma bu bilsən qardaş, bu sələflik deyil. Yəni sələflik başçılığa can atmaq söhbəti yoxdur. Əksinə onlar bu şeydən qaçıblar. Yəni baxın xəlifələrə, onlar qaçırlardı bu şeylərdən. İstəyir Ömər radiyallahu anh olsun, istəyir Osman olsun, Əli olsun. Sonra bu Allahın seçimi idi. Allah belə istəmişdi ki, belə qayıdda olsun. Yəni, bəzi təriqətlər belə bunlara dil uzatsalar da belə. Amma bu Allahın qədəridir və Allahın seçimi, Allahın istəyidir. Birincisi, yəni o qardaş kimdirsə, ola bilsin, eşitər, eşitməz. Yəni, o eşitməzsə, yəni sizsə. Birincisi, burada olanlara mən nəsiyyət edirəm. Bu şey yəni ki, daim insan özünü imtihana çəkməlidir. Bu şey insanda olmalı deyil. İnsanlara xor baxmalı deyil. İnsanlara yuxarı aşağı baxmalı deyil. Bu çox bir pis xüsusiyyətdir. Yəni, bu məsələ çox böyük bir problemdir. O ki, qaldı məsələsinin o insandan misal üçün uzaq durma. Bax, qardaşlar, məsələlər var.
Misal üçün, ola bilsin siz bir rayonda yaşayırsınız və yaxud da bir kənddə yaşayırsınız bir şəxsdən, düzdürmü? Və o da insanlar arasında salamat birisi kimi tanınır. Baxmayaraq siz bunda müəyyən şeylər bilirsiniz ki, bu belə bir xüsusiyyətləri var, düzdürmü? Tutaq ki, elə bilirsən, onunla rastlaşan salam vermirsən, sən onu mesciddə görürsən, salam vermirsən, sən onu şey edirsən belə və yaxud da uzaqlarsan və s. İnsanlarda artıq başqa fikirlər yaranır. Ki, bunlar bir-birinin arasında belə bir-bir özlərini islah elə bilmirlər. Bir-birlərinin sözü boğazlarından keçmir. Bunlar necə kiməsə nəsə eləyə bilərlər. Görüşdünüz, qardaşlar. Bu şeyi mən tövsiyə eləmərəm ki, əgər bu salamat qardaşdırsa, onunla salamı kəsməyə tövsiyə eləmərəm. Salam vermək lazımdır insanlar arasında. Ümumi olaraq məclislər olanda, elm tələbələri gələndə o məclislərə dəvət olunmalıdır. Və siz də əgər o belə də artıq belə yaranıbsa, o çağırır, siz çağırırsınız, bu ümumiyyətcə olmalı deyil. Yəni, bu artıq özü bir problemdir. Amma bu şeyi siz ən azı tələbələr gələndə və s. çağırmalısınız. Amma o ki, qaldı, misal üçün, ola bilər, sənin 3 nəfər, 4 nəfər, 5 nəfər qardaşdan daha yaxın münasibətli ola bilirsən, daha belə çox otura bilirsən, yəni ürəyini aça bilirsən və s. Bu bir problemli bir şey deyil. Sən bunu yəni ki, belə çıxmasın, cəmaat yaratmırsan ki, biz buyuq, biz başçıyıq, biz nə? Bu problemdir. Söz olur da insandır, misal üçün, düzdürmü? Daha yaxın. Nə qədər sahabə olub? Peyğəmbər salsama görürsən, amma harada olsa Abu Bakr radiyallahu anhdan və yaxud da Ömərdən, düzdürmü? Və s. Osmandan, Əli radiyallahu anhdan, düzdürmü? Hamısından olub, minlərlə sahabə olub, hamısından ola bilmir. Bu da belə. Amma saz olaraq, nə demək, bu şeyi qorumaq lazımdır, qardaşlar. Nə üçün? Yol bilirsin ki, nəfsin ağır gəlsin, sözsüz o şəxs barəsində elə şeylər bilirsin, çox ağır. Amma sən bil ki, bunu kim üçün eləyirsən? Düzdürmü? Yəni, sən bilir ki, bunu xaliq üçün edirsən və sən bunun mükafatını alacaqsın. Və bilmirik, nə vaxt biz öləcəyik, gedəcəyik. Vallahi ki, yəni bizə də çox çətindir. O qədər insanlar görürsən, o qədər şəxslər görürsən, düzdürmü? O, neyəyəsən? Dəvət üçün, Allah üçün bəzi vaxtlar susursan, bəzi vaxtlar danışmırsan, amma bu demək deyil ki, biz nahaqqa susuruq və yaxud da bidətə susuruq. Yox. Elə şeylər insanın da xəsiyyəti budur. Can atır başçılığa həqiqi mənada. Can atır ki, sən yalnız onun dediyin deyəsən, onun dinini oturub durasan. Yəni, bu insanda xəstəlikdir. Həqiqi. Allah şəfa versin ona və Allah sonra tövbə qapısı açsın elə insanlara. Allah daha doğrusunu bilir. Allah sizə bərəkət versin. Çox sağ olun, müəllim. Suallara cavab verdiyinizə görə bərəkallah. Fikrim bərəkallah.